Bismillahirrahmanirrahim. Esselamu aleykum. Bugün biz söz birləşməsi və cümlələr haqqında danışacağıq. Əvvəlcə söz birləşməsinə baxaq. Ərəb dilində iki növ söz birləşməsi var. İsmi söz birləşmələr, bir də isimlə sifət birləşməsi. Baxaq. Əvvəlcə gəlin bir isim və bir də sifət götürək. Kitabun isimdir. Cədidun isə sifətdir. Ərəb dilində əvvəlcə isim, sonra sifət gəlir və sifət ismə tabe olur. Necə tabe olacaq? Ona baxaq. Bir isim haqqında nə deyə bilərik? İsim ya təkdir, ya cəmdir, ya da cüddür. Yəni iki dənədir. İkilik ərəb dilinə xas olan bir kəmiyyət kateqoriyasıdır. Kitabına biz deyəcəyik mufrət. Buna cəm ya da müthənnə, müthənnə ikilik deməkdir. Müthənnə deyə bilmərik, çünki bu tək isimdir. İsimlərin kəmiyyət kateqoriyalarını inşallah növbəti dərslərdə keçəndə bu adları daha yaxşı qavrayacağıq. Mufrət nə deməkdir? Tək. Və halına baxsaq, bu mərfudur. Nə demişdik biz? Biz demişdik ki, mərfuun. Əgər isim dammə ya da tənvin dammə ilə bitərsə, biz ona mərfu deyirik, dilimizdəki adlı hala uyğun gəlir. Bu isim müəyyənlik və qeyri-müəyyənlik baxımından nəkiradır. Nəkiratun, ətun sonluğunda biz o tun hissəciyini adətən demirik. Nəkira nədir? Qeyri-müəyyən deməkdir. Və ərəb dilində ad qruplu sözlərin cins kateqoriyası da var. Bu ismə biz deyəcəyik müzəkkər, yəni kişi cinsi. Deməli, kitabun sözü müfrətdir, yəni təkdir. Gəlin bunları yazaq. Hər ehtimala qarşı müfrət, yəni tək. Mərfu, elə buna mərfu deyək, yəni adlı hal. Mərfu, yəni adlı hal. Nəkira, qeyri-müəyyən. Qeyri-müəyyən isimdir. Qeyri-müəyyənlik əlaməti də bax bu sondakı gördüyünüz bu tənvindir. Müzəkkər kişi cinsi. Və bu ismə aid olan 4 xüsusiyyəti həmin bu sifət də daşımalıdır. Gördüyünüz kimi bu sifətimiz təkdir. Sifətlərin cəmi necə olur, necə uyğunlaşır, onu növbəti dərslərdə görəcəyik. Və qeyri-müəyyəndə görürük, burada əl hissəciyi yoxdur. Çünki kitab qeyri-müəyyəndir. Ondan sonra mərfudur, yəni sonunda görürsünüz, burada da tənvin dammə var. Nəkradır, yəni qeyri-müəyyəndir, bunu qeyd etdik. Və 4 kateqoriyada bu cədidun sözü kitabun sözünə tabe oldu. Deməli, isim sifət birləşmələrində əvvəlcə isimlər gəlir, daha sonra isə sifətlər 4 kateqoriyada həmin ismə tabe olur və onun xüsusiyyətlərini daşıyır. Başqa bir isim yazaq. Məsələn, yazaq əs-səyyara. Bu isim haqqında nə deyəcəyik? Artıq biz buna müzəkkər deyə bilmərik. Niyə? Çünki bu qadın cinsindədir. Hardan bildik bu qadın cinsindədir? Müənnəthun. Əgər isim qeyri-aqildirsə, qeyri-aqil nə deməkdir? Ağıl sahibi olmayan. Bunlar heyvanlar və cansız əşyalardır. Qeyri-aqildirsə, onun sonundakı təmərbutə həmin ismin müənnəs olduğunu, yəni qadın cinsində olduğunu göstərir. Bu isimimiz bizim müənnəsdir, səyyara. Və əl artiklından görürük ki, bu artıq buna nəkira deyə bilmərik. Bu mərifə bir isimdir. Mərifədir, müənnəsdir, yenə də müfrətdir, təkdədir, cəmdə deyil, avtomobil, bir avtomobil və mərfudur. Burada tənvin dammə yox, daha doğrusu dammə olacaq artıq. Çünki tənvin qeyri-müəyyənliyin əlamətidir. Deməli, həmin bax buradakı cədidun sözünü biz bura gətirsək, bu olacaq əl-cədidu. Daha doğrusu əl-cədidətu.
burada vasıl olacaq. Demişdik, həmzədən öncə nəsə gələndə əl hissəciyində vasıla dönüşür. Əs-səyyaratul cədidətu olacaq təmərbutə ilə. Gördüyünüz kimi əl-cədidə sözü əs-səyyarə sözünə tabi oldu. Bu birləşmələrə biz nə deyirik? Deyirik isim, sifət. Ərəb dilində isə buna deyirik sıfatun, yəni sifət və sifətlənən, mavsufun. Sifət və sifətlənən. Yəni ki, buradakı bax cədidun sözü sıfadır, sıfatdır. Səyyara və buradakı bu kitabın sözü də mavsufdur, sifətlənən. Ya da deyə bilərik ki, nə'atun, mən'utun, yenə də eyni mənaya gəlir bu. Nə'at mən'ut ya da sıfə mavsuf. İkinci qaydamız bizim olacaq əl-cümlətul ismiyyə, ismi cümlə. Çalışıram hər iki qaydada detallara çox girməyim, çünki bizim məqsədimiz bu qaydaları praktikaya tətbiq etməkdir. Yəni, qaydalar haqqında geniş danışmaq istəmirəm. Əl-cümlətul ismiyyə nədir? Yazaq əvvəlcə. Əl-cümlətul ismiyyə. Yəni, ismi cümlə. İsmi cümlələrdə nə olacaq? Birinci gələcək mübtəda. Mübtədəun və sonra gələcək xəbər. Xəbərun. Mübtədəmiz adətən qeyri-müəyyənlikdə olur. Biz bunu əgər isimimiz ismul işarə, yəni işarət ismi deyilsə, yəni hədə kişi cinsi üçün bu deməkdir, işarə ismidir, ya da hədihi ola bilər. O da bu deməkdir, qadın cinsində olan isimlər üçün. Və yaxud hər hansı bir şəxs əvəzliyi ola bilər. Huvə kişi cinsində o deməkdir, ya da hiyə o deməkdir qadın cinsində. Bura yazaq kişi cinsi, bura qadın cinsi. Damir ya da ismul işarə deyilsə, o zaman biz ora əl artiklı artırmalıyıq. Məsələn, demək istəyirəm, kitab təzədir, onda deyəcəm əl-kitabu cədidun. Xəbəri görürsünüz. Nəkira yazdıq, çünki xəbərlər nəkira olur. Əgər xəbərimiz tək bir kəlmə ilə ifadə olunursa, baxın, burada cədid tək bir kəlmədir, sifətdir. O zaman o nəkira olacaq. Amma biz mübtədamızı əl artiklı ilə yazdıq. Əl-kitabu cədidun. Beləliklə, biz sadə söz birləşmələri və cümlələr qura bilərik artıq. Məsələn, demək istəyirik, o həkimdir, kişi cinsində. Huvə, görürsünüz, əl artiklı artırmadıq, çünki artıq bu müəyyənlikdə hesab olunur. Huvə doktor. Doktorun. Huvə doktor. Un sonluğunu deməyəcək. Huvə doktor. Və yaxud deyə bilərik, hiyə, artıq bu qadın cinsindədir. Müdərrisetun. Biz demişdik, ərəb dilində cins kateqoriyası var. Görürsünüz, təmərbutə artıq burada peşə, sənət bildirən isimlərdə adətən biz təmərbutə artırmaqla qadın cinsində edirik. Hiyə müdərrisetun, huvə doktor, o həkimdir. Hiyə müdərrisetun, o müəllimədir. Və sadə mətnlər yaza bilərik, bir neçə sözlə əlavə edərək. Gəlin biraz hərf-cərlərə baxaq. Hərf-cər nədir? Azərbaycan dilində hal şəkilçilərindən biz bunu müqayisə eləyə bilərik. Məsələn, da, də, yerlik hal şəkilçisi. Da, də və yaxud içində, haqqında ya da içinə. Məsələn, qələmi çantanın içinə qoydum. Bütün bunları ərəb dilində biz fi ilə ifadə eləyəcəyik və danışıqda bu həmin fi var mənasını verir. Fi nədir? Da, də, içində, haqqında və yaxud içinə. Və hərf-cər niyə biz buna deyirik? Çünki bu hərf-cərdən sonra kəlmə məcrur olur, yəni kəsra qəbul edir. Məsələn, mədrəsətun məktəbdir. Fi gələrsə, bu olacaq mədrəsətin, yəni məktəbdə. Və deyək, huvə
Huvə müdərrisun, o müəllimdir. Huvə fil mədrəsəti, fil, görürsünüz. Baxın, bu məqama diqqət edək. Bundan öncəki dərsdə demişdik. Bu həmin bax bu fi'dəki uzunluq ki var. Fi, görürsünüz. Həmin o yəul məddiyyə, məddiyəsi artıq qısalaşdı. Çünki bu f'nın i'sindən birbaşa biz l'ya keçirik. Fil mədrəsəti. O zaman o uzunluğunu itirir. Huvə fil mədrəsəti. O müəllimdir, o məktəbdədir. Ənə mən deməkdir. Ənə fil beyti, məsələn. Mən evdəyəm. İndi isə öyrəndiyimiz qaydaları cümlələr üzərində tətbiq edək. Həzə beytun. Görürsünüz, beytun sözü qeyri-müəyyənlikdə olacaq burada. Baxın, qeyri-müəyyənlikdədir, sonunda tənvinli dammə var. Çünki xəbərdir, xəbər müfrəddir, yəni tək xəbərdir. Bu ismi cümlədir. Həzə beytun, bu evdir. Azərbaycan dilində olan o dır, dir, dur, dür xəbərlik şəkilçisi ərəb dilində yoxdur. Onu biz qeyri-müəyyənliklə ifadə edirik, əgər söz təkdirsə. Yəni, xəbər tək bir sözlə ifadə olunubsa. Əl-beytu cedidun. Ev təzədir. Birinci cümləmizdə qeyri-müəyyənlikdə olan bu söz, baxın, qeyri-müəyyənlikdə olan bu söz, ikinci cümləmizdə müəyyənlikdədir. Niyə? Çünki birinci cümləmizdə o xəbər vəzifəsindədir. Bunun ev olduğunu bizə xəbər verir. Xəbər verir ki, bu evdir. Amma ikinci cümləmizdə artıq o elə vəzifədədir ki, başlayan bir vəzifədədir. Mübtəda başlayan deməkdir və artıq onun haqqında sifət gəlib məlumat verəcək. Onun əlaməti haqqında bizə məlumat veriləcək. Yəni, biri var ki, söz özü nəyinsə haqqında xəbər verir, xəbər vəzifəsindədir. O zaman o qeyri-müəyyəndir. Amma o söz haqqında ki, xəbər verilir, o söz haqqında məlumat verilir, o sözlə cümlə başlayır, o artıq mübtəda deməkdir və mübtədalar adətən müəyyənlikdə olur. Ona görə də biz bura əl hissəciyini əlavə etdik. Və burada cədidun görürsünüz sifətdir. Başqa bir cümlədə biz bunu müəyyənlikdə görə bilərik. Amma burada xəbər vəzifəsində olduğuna görə burada artıq nəkiradır, qeyri-müəyyəndir. Ənə müdərrisun, mən müəlliməm. Yenə də müdərris isimdir və xəbər vəzifəsində olduğuna görə burada qeyri-müəyyəndir. Ənə fil mədrəsəti, mən məktəbdəyəm. Huvə Yasir, o Yasirdir. Yasir talib, Yasir talibdir, tələbədir. Hiyə Xədicətu, qadın adlarının sonunda iki qadın adımız istisna, hamısında u var, yəni damməli bitir. Hiyə müdərrisətun, o müəllimədir. Gördüyümüz kimi bura biz təmərbuta əlavə etdik, çünki Xədicə qadın cinsindədir və müdərrisətun sözünü də biz müənnəs etdik qadın cinsində. Əl-mədrəsətu bəidətun, məktəb uzaqdır. Anil beyti, evdən. An haqqında və yaxud dan, dən mənasını verən bir hərf-u cərdir. Bəid anlə istifadə olunur. Əl-mədrəsətu bəidətun anil beyti. Ev məktəbdən uzaqdır. Üzr istəyirəm, məktəb evdən uzaqdır. İndi gəlin mətni bir də oxuyaq. Həzə beytun, əl-beytu cedidun, ənə müdərrisun. Əslində bu onları deməsək daha yaxşı olar. Arfaipik qaydaya görə deyilməməlidir. Həzə beyt, əl-beytu cedid, ənə müdərris, ənə fil mədrəsə. Görürsünüz, bax burada dayandıq. Ənə fil mədrəsə. Huvə Yasir, Yasir talib. Hiyə Xədicə, hiyə müdərrisə. Əl-mədrəsətu bəidətun anil beyt. Azərbaycan dilində qadın adlarının ə ilə bitməsi və yaxud müəllimə, bəzi peşə deməli adlarına biz ələrin artırılması, bax bunların hamısı ərəb dilindən bizə keçən təbirlərdir. Yəni Xədicə, Fatimə, əslində onların sonunda tu'lar var və həmin tu'lardakı o tu hissəciyi tələffüzdə deyilmir. Bugün bu qədər. Növbəti dərslərimizdə inşallah daha böyük mətnlərlə və başqa qrammatik qayda və sözlərlə işləyəcəyik. Esselamu aleykum.